Nəriman milli komanda forması ilə 5-ci oyununu keçirir. Hələ ki, qol hesabını açmayıb millimizdə. Bilək ki, bugün bu hadisə baş verəcək. Hücumçularımızın məhsuldar oynayacağını ümid edirik. İkinci kez Nazon Piero ilə paslaşdı. Ayçi hücumdadır. Nazon sancılaha ötürmə verdi. Cəfər Quliyev topu ala bilmədi. Artıq cərbə meydançamıza daxil oldu. Ayçi futbolçuları zərbi bucaqdan qaydan top və top qapımızdadır. Top qapımızdadır. Gol qeydə alınır. Fransi Piero hesabı açdı. Erkən qol buraxırıq. Ayçılması ilk dəfə belə təhlükəli şəkildə oyun epizodunda qapımıza yaxınlaşdı və dərhal hesabı açdı. Şahidin Məmmədəliyev ilk zərbəni dəf etdi. Amma top düz Piero'nun önünə düşdü. O da boş qapının dəqiq nişan aldı. Gəlin izləyək epizodu. Burada Nazon'la Piero paslaşdılar. Daha sonra sağ canaha çevirdi hücumu Nazon. Elvin Cəfər Quliyev topu ala bilmədi. Daha sonra Bədavi Hüseynov da geride qoydu. Ayçili futbolçu offside də yox idi görürük təkrarda və Şahid Məmmədəliyevdən qaydan topu Fransi Piero qapıya göndərdi. Ötən yay Maccabi Haifa komandasının heyətində sabahla maçlarda iştirak etmişdi Piero və Bank Respublika Arenada komandasının vurduğu qollardan birində də vurmuşdu. 0-1 Lucius Donzitson. Ondan böyle futbolcu ve son golümüzün en büyük pay sahibi oldu. Bir komandamız hücuma geçir sol cinahda. Elvin Cəfər Quliyev topu saxladı. Yerlə ötürmək keçir. Müdafiə anlamında yaxşı qoşulub oyuna. Elvin artıq ilk belə kritik müdaxiləsi deyil onun, amma hücumların qurulmasında onun da iştirakı hələ heç nə vermir. Donzitson korneri yerinə yetirir. 5 futbolçu var. Cəmə meydançamızda ötürmə gəldi. Öndürəyə başla zərbə və 0-2. İkinci top qapımıza daxil olur. Kornerdən standart vəziyyətdən növbət dəfə və yenə də Fransi Piero fərqlənir. Dublə imza atır. Ayçili form. Onun gedişatının məntiqindən irəli gəlmirdi bu gol desək yalan olar. Etiraf etməliyik, ikinci isə əvvəlindən təşəbbüsə malik tərəf məhz Ayçi yığması idi və hər şey ikinci qolla yaxınlaşdı. Piero kimi hücumçunu bu şəkildə kornerdən sonra tək saxlamaq, düz qapının önündə, qapçı meydançasının daxilində belə sərbəst hərəkət etməsi imkan vermək əlbəttə ki, bağışlanmazdı. Piero da bağışlamadı. Geri gəlmişkən yenə də Donzitson qolda iştirak etdi. Bu dəfə ötürməni verdi birbaşa. Gücün zərbəsi məhz o yerdə itirmişdi. 0-2 və oyunun sonuna əlavə olunacaq dəqiqələri də hesablasaq təxminən yarım saat. Sürət yığır Elvin Cəfər Quliyev. Elvin yeri yıxılır, hakimin qərarı davam, heç nə yox. Nümayişlənən şəkildə öz jesti ilə buna işarə etdi Kadir Sağlam. Elvin Cəfər Quliyev dəfələrlə bu tip epizodlarda penaltiləri qazandırıb komandalarda, həm milli komandada bunu görmüşük, həm Qarabağda. Bu dəfə Kadir Sağlam qayda pozuntusunu olmalıdır fikrindədir. Piero. Piero yeni cərbə meydançamızda. Donzitson. Zərbə imkan verməyək. Zərbə indi gəlir və 0-3. 0-3. Fiyasko. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda tarixi maçda ilk dəfə Sumqayıtda meydana çıxan Azərbaycan milli yığma komandası Ayçi ilə oyunda növbəti məğlubiyyətini alır. Artıq bunu əminliklə söyləmək olar. Hər şey bax buradan başladı. Sözsüz, burada qayda pozuntusu yox. Yox idi. 4 Ayçili futbolcu ard-arda təxminən 7-8 ötürmə verdi. Cərimə meydançamızın həndəvərində və daxilində heç kim topu ala bilmədi. Və cərimə meydançasının kənarından çox da qüvvətli olmayan zərbə ilə 3-cü qolu vurdular.
Hətta sarı vərəqə indi Elvin Cəfərquliyevə göstərilir. Çox güman ki, son epizodla bağlı. Etirazlara görə və qırmızı vərəqə. Qırmızı vərəqə. Hətta azlıqda qalırıq. Bax belə. Elvin Cəfərquliyev yenə də intizamsızlığa görə, artıq danışmasına görə komandamızı meydanda azlıqda qoyur. Qolu isə yeri gəlmişkən 17 nömrəli futbolçu Denli Janjak vurdu, amma bu artıq bizim üçün heç bir məna kəsb etmir. 0-3. Danışan tablo var.